Çox gözəl. Əgər xəzinə deyəndə, sən həqiqi qızıl, gümüş, pulla bağlı tapıntılar, yəni maddi xəzinə nəzərdə tutursansa, ulduzlara görə yaxın günlərdə real xəzinə, keçmişdən qalan pul, qızıl tapıntı və ya miras, tapmaq ehtimalı yüksək olan bürclər bunlardır. Əqrəb gizlini tapmaq qabiliyyəti və intuitiv gücü bu dövrdə çox güclüdür. Tarixlə, keçmişlə, qədim əşyalarla bağlı hadisələrə cəlb olunma ehtimalı artır. Torpaqdan, köhnə evdən, irsdən və ya qəfil tapıntıdan qızıl və ya pul əldə edə bilər. Məsləhət əlinə keçən köhnə sənədləri, yerləri, torpaq və bağça kimi əraziləri diqqətlə yoxla. Buğa. Buğa bürcü maddi enerjini özünə çəkən bürcdür. Hal-hazırda maddi axın, köhnə dəyərlərin üzə çıxması, miras və ya yer altında olanla bağlı bəxt açıqlığı mümkündür. Məsləhət, əcdadlardan qalan yerləri araşdır, bəlkə bir sandıq sənə miras qalacaq. Oğlaq ənənəvi, qədim və zəhmət tələb edən sahələrdə qəfil mükafat gözlənilir. Qızıl zinət əşyası və ya gizli saxlanmış əmlak ortaya çıxa bilər. Məsləhət qohumlardan, yaşlı nəsildən gələn məlumatları qiymətləndir. Sir oradadır. Balıqlar, qeyri-adi yuxular, ilahi işarələr və təsadüfi rastlaşmalar balıqlar üçün maddi bir tapıntının xəbərçisidir. Çox vaxt xəzinə yuxuda göstərilə bilər. Məsləhət, yuxularına diqqət et və içindən gələn ani hissləri izləməkdən çəkinmə. Əgər